Hər iki ayağında sağda daha çox olmaqla baldır nahiyəsi qaralıbdır. Çəki olduqca çoxdur, bunu görə bilirik. Və pasiyent əlində Doppler müayinənin raporu ilə gəlib. 2 ədəd Dopplerin raporunu gətiribdir. Bunlardan birini göstərəcəyəm. Yazıb ki, sağ ayaqda damarda 3,4 mm-dir ölçü yuxarı hissədə. Biz əyani olaraq baxıb görmək istəyirik ki, həqiqətən bu 3,4 mm-dir, yoxsa yox. 14 mm-dir. Ortada 1 sm-lik bir fərq var. Varikoz damar xəstəliyi ilə bağlı bizim addım atmağımız üçün, qərar verməyimiz üçün 1,4 sm nədir? Onun yarısı belə önəmlidir. Hətta 0,5 sm belə bizim bütün qərarlarımızı alt-üst edə bilər. O baxımdan xəstənin əlində təzə çəkilmiş Doppler raporu olduğu halda belə biz pasiyentə vəziyyəti izah edirik ki, buna təkrar baxmamız lazımdır. Ona görə deyil ki, biz sadəcə bunun üstdən oxuyuruq. Ona görə ki, həqiqətən içəridə problem hansı həcmdədir, hansı səviyyədədir onu bilməkdən ötürü. Ayağın bu hissəsinə baxsaq, burada da bərkimə qaralması var. Burada olan varikoz problemi ümumiyyətlə ayağımızın iç səthində qaralma bərkimə görə baldırın yan səthində yuxarıda olan hissənin bərkiməsini əsla damar genişlənməsi verə bilməz. Ona görə də biz bu pasiyenti tələsik qərar verib əməliyyat etdiyimiz halda buradakı olan qaralmada yaxşılaşma baş verməyəcəkdir. Bu panikulit dediyimiz bir problemdir və bununla revmatoloq məşğul olacaqdır. Yekunda bu xəstə ilə bağlı bir revmatoloq müalicəsi, çəkini itirmək, bunların kontrolu fonunda bir 3 ay, 5 ay gözləyəcək. Bu dövrdə həm də kompression damar cırabı geyinəcək. Bu xəstəlik kontrola düşəndən sonra bunun damarı əməliyyat olunacaqdır.